Sərhəddə gərginlik yarandı. İrəvan hücuma hazırlaşır. Paşinyan yeni silahlarına güvənir. Ermənistan hakimiyyəti yenə saxtakarlıq edir. Çünki beynəlxalq ictimaiyyət Azərbaycanla sülh sazişinin imzalanacağı yer və tarix barədə düşündüyü bir vaxtda bu ölkə atəşkəsi pozub. Sərhədlər müəyyənləşmədən Qafanda İran konsulluğunun açılması, iki ölkə arasındakı əraziyə Avropa İttifaqı mülki müşahidə missiyasının birtərəfli qaydada yerləşdirilməsi, atəşkəs rejiminin pozulması, sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı görüşlərin keçirilməsini ləngitməsi, rəsmi Bakının sülh məramlı addımlarını heç vaxt etiraf eləməməsi və s. bu kimi hadisələr onun dağıdıcı, pozucu əməllərinə nümunələrdir. Avropa müşahidə missiyası zaman keçdikcə daha çox ifşa olunur. Çünki bu missiya bölgəyə yerləşdiyi 2 ildən artıq dövr ərzində Ermənistan tərəfdən sərhəddə atəşkəsin pozulması faktı barədə hesabat yaymayıb. Əksinə, bu halları örtbasdır eləməklə məşğul olur. Belə təəssürat yaranır ki, Fransanın təşəbbüsü və başçılığı ilə yaradılan bu missiya elə Ermənistanın belə əməllərini gizlətmək üçün yaradılıb. Fransa, Hindistan, İran və başqa ölkələrin Ermənistana silah satması da onun istənilən şəkildə müharibəyə hazırlığından xəbər verir. Bu günlərdə Amerika Birləşmiş Ştatlarının bu ölkəyə hərbi texnika yerləşdirdiyinə dair məlumat yayılıb. Pentaqon məsələni şərh eləməkdən imtina edib. Bildirilib ki, Vaşinqton Ermənistanla münasibətlərini yüksək qiymətləndirir, ancaq təhlükəsizlik baxımından texnikanın hərəkətini şərh eləmir. Bundan başqa, Fransanın liderliyi ilə Avropa İttifaqının da onlara hərbi yardım edəcəyi məlum olub. Rəsmi İrəvanın yeni müharibəyə hazırlıq məqsədi ilə dron axtarışına başladığına dair məlumat da yayılıb. Amerika Birləşmiş Ştatları və Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasını tezləşdirməkdə maraqlı görünür. Ancaq rəsmi İrəvana hərbi yardımlar onların Cənubi Qafqazda sülh prosesinə maneədir, şübhə yaradır. Rəsmi Bakı İrəvana ATƏT-in Minsk qrupunun ləğvini təklif edib. Ancaq Ermənistan birmənalı şəkildə onun ləğvini istəmir. Hər dəfə bunu müxtəlif bəhanələrlə uzadır. Halbuki qrupun mövcudluğuna ehtiyac yoxdur. Onun mandatı bitib. Bu ölkə təcavüzkar konstitusiyasını dəyişmək istəmir. Gah 2026, gah da 2027-ci il deməklə mənasız yerə vaxt uzadır. Əsas məsələlərdən biri isə 300 minə yaxın Qərbi Azərbaycanlının güc, zor tətbiqi nəticəsində pozulmuş Ermənistan vətəndaşlığıdır. Ermənistan bu kimi məsələləri qulaq ardına vurmaqla sülh sazişi, normallaşmaya yanaşmasının saxtalığını nümayiş elətdirir. Nikol Paşinyan hökuməti müvəqqəti sərhəddə atəşin açılmasının ən primitiv yolunu təksib eləməkdə görür. Ancaq belə cavab çıxış yolu sayılmır. Çünki atəşin açılmasından xəbərsizlik, yaxud elə görünmək gələcəkdə Ermənistan hakimiyyəti üçün daha böyük faciələrlə nəticələnə bilər. İndiyə qədər rəsmi İrəvan bu kimi pozuculuq hallarına aydınlıq gətirməyib, araşdırma aparmayıb. Ona görə də yeniləri baş verir. Bu hadisə Ermənistanın gizlicə müharibəyə kökləndiyini isbatlayır. Yaxud ola bilsin, bu ölkəni qonşu dövlətlərə qarşı müharibəyə hazırlayırlar. Azərbaycanla şərti sərhəddə atəş sayıqlığı yoxlamaq üçündür. Bütün hallarda müvəqqəti sərhəddə atəş onun daimi dövlət xətti olmasını ləngidir. Atəşkəsin pozulmasının gizlədilməsi təksibi də Ermənistanı yeni problemlərlə üzləşdirə bilər. Sədrəddin İsmailov, Leyla Mehdi qızı, Report.